Bugünkü mövzumuz nə oldu uşaqlar? Şırladı. Kim deyər şırladı? Necə əmələ gəlir? Necə qurulur şırladı? Buyur, Məcid. Ton, yarım ton. Ton quruluşdu. Davamını desin. Adını unuttum. Məryəm. Quruluşu. Neçə tetraxordun? Məryəm, neçədə nə tetraxord? Buyur, Hüseyin Dört müəllim. tetraxordun. Dörtdün mü? Neçədən çıxır? Yox. Buyur Məcid özündə. 3 bərabər tetraxorddan ibarət. Tetraxordun. Hansı sulla əmələ gəlir? Zəncirli sulla birləşməsindən şurlada əmələ gəlir. Ay, sağ ol, çox sağ ol. Bir dənə Osman da desin əvvəldən. Şurladı necə əmələ gəlir? Şurladının quruluşunu deyək. Rast necə idi uşaqlar? Ton, yarım. Əksən, ton, yarım ton. Bəli. Şurada o yarım ton ortaya keçir uşaqlar. Hə, ton, yarım ton. Əksən, Osman. Segahda isə əvvələ keçəcək o yarım ton. Yarım Hə? ton. Ay, sağ ol, yarım ton. Amma şur necədir? Quruluşunu siz deyin, mən yazım. Ton, yarım ton. Əksən, ton, yarım ton. Quruluşlu neçə dənə belə tetraxord birləşir? Üç dənə. Üç tetraxordun O üç tetraxord necə üsulla birləşir? Qovuşu. Başqa adı nədir? Zəncirli. Əhsən, zəncirli üsulla birləşməsinə nə deyilir? Şurladı deyilir. Və bu şurladının mayəsi, yəni tonikası, başçı, rəhbər səsi ladın neçənci pilləsidir? Dördüncü pillə ladın mayəsidir. Əhsən, afərin uşaqlar. İndi gəlin biz hansı mayəli quraq? R mayəli quraq. Yazaq, R mayəli şurladını quraq. Siz də paralel olaraq çalışma dəftərlərinizi açırsınız. Əhsən və yazırıq. Nə yazaq? R mayəli yazaq. Hə? R mayəli şurlad. Gəlin, əhsən, əgər mayə R-dirsə, demək R ladımızın neçənci pilləsidir uşaqlar? Dördüncü, afərin. Dördüncü pillədirsə, nə adlanır bu dördüncü pillə? Maya. Afərin, mayə adlanır. Bəs indi biz neçənci pilləni tapmalıyıq ki, ladı qura bilək? Birinci. Afərin uşaqlar. Birinci pilləni, hə? Yadır. Ay maşallah. Birinci pilləni tapmaq üçün nə edirik? Qaydanı deyək, nə edirik? Mən əvvələ sayıram. Neçədə nə? Bu neçənci mərtəbədir? Dördüncü. Dörd. Nə edirik? 4 mərtəbə düşür yaşamı. Düşək re, do, si, la. Nə oldu? Birinci pilləmiz oldu la. Yazılır uşaqlar bura la notumu. Harada yazılır? La notumuz kiçik oktavada. Bu ki birinci oktavadır. Birinci oktavadan əvvəl gəlir kiçik oktava. Düzdür? İkinci. Baxın, bu birincidir, bu ikinci. İkinci alt əlavə. Altdan çəkilir və not sətrinin altından çəkilir. Alt əlavə xəttin üzərində yazılır. Yəni, mən indi xırda yazacağım ki, çox vaxt itirməyib. Belə yazacağım. Maili yanaki belə çəkirik ki, bilinsin ki, bu notdur. Not xətlərlə bərabərləşməsin. Yaxşı uşaqlar. Belə çəksəm qarışacaq nota. Maili çəkirəm ki, xətlərdən ayrılsın. Bu si. İndi si-dən nə qurmalıyıq uşaqlar? Biz ton yarım ton keçmişik, düzdür? Ay, sağ ol. Və hər dəfə də o ton yarım tonu keçdiyimiz dərsdən bugünə qədər müəyyən tapşırıqlar yerinə yetiririk. Və bugün də nə edirik? Əvvəl rast qurduq, şur qurduq, tetraxordlar qurduq, major, minor qurduq, həmin ton yarım tonla. İndi nə edirik uşaqlar? Şurladını qururuq. Hansı neçə ton götürməliyik? Bir ton. Bir ton, əhsən. Bir ton ladan hara düşəcək uşaqlar? Ladan bir ton. Yuxarı götürün. Siyə. Əhsən, siyə. Ladan bir ton düşdü siyə. İndi sidən nə götürməliyik uşaqlar? Yarım ton. Ay, sağ ol. Sidən yarım tonlara düşür. Afərin, doğuya düşür. Çünki si ilə doğunun arasında qara dil var. Yoxdur, ən yaxındılar da. Düzdür, ona görə yarım tondur. Bəs doğudan bir ton hara düşür uşaqlar? R'yə. R'yə, afərin, doğu, R. Demək, bizim birinci tetraxordumuz hazırdır. Tetraxord nəyə deyilir uşaqlar? Tetraxord, əhsən, 4 səsin melodik ardıcıllığına deyilir. Yuxarı sinifləri qalxdıqca gələnir intervalda keçəndə əlavə eləyəcəyik ki, xalis kvarta
çərçivəsində 4 səsin melodik ardıcıllığına nə deyilir? Tetrafon. Tetraford deyilir. Amma hələlik deyirik 4 səsin melodik ardıcıllığına nə deyilir? Tetraford. Tetraford tetra 4 xord sim səs deməkdir. Düzdür uşaqlar? Yəni 4 səs. 4 səs nə adlanır? Tetraford. Əhsən. Qədim adı cins olub. Cins növ deməkdir də, düzdür uşaqlar? Bu da növünü təyin edir. Hər tetrafordların müxtəlif növləri var. Məsələn, rast tetrafordu, rast adı hansı tetrafordun birləşməsindən əmələ gəlir? Hansı quruluşdadır o tetraford? Rast necə əmələ gəlir? Ton, yarım ton, ton. Yox, bu şurdur. Alas, ton, Yes. yarım Ton, ton, yarım ton. Amma şur, ton, yarım ton. bəs egah? Yarım ton, ton. Yarım ton, Əhsən. ton. Demək ki, fərqlidirmi uşaqlar növləri? Quruluşu fərqlidirmi? Bax, buna nə deyirik? Quruluş, düzdür? Tetrafordun nəyidir? Quruluşudur. Tetraford demək nədir? Növ, cins deməkdir. Nəyin? Həmin o 4 səsli ardıcıllığın növüdür. Bizdə də şur adında hansı növündən istifadə edirik? Ton, yarım ton. Ton, yarım ton, ton adlı tetraford ki, hansı ki birinci əlavə tetraford adlanır. Ton, ton, yarım ton rastın tetrafordu əsas tetraford adlanırsa, bu tetraford adlanır birinci əlavə. Yarım ton, ton, ton segahın tetrafordu adlanır ikinci əlavə və yaxud ikinci köməkçi tetraford. Bu birinci köməkçi tetrafordumuzdur. Və neçə dənə belə tetraford birləşəcək sizcə? Rastdakı kimi əhsən 3 dənə tetraford. Və necə birləşirlər onlar birləşəndə? Zəncirli su. Əhsən, zəncirli qoluşuq. Nə deməkdir zəncirli? Birləşir. Nə baş verir? Nə baş verir zəncirli? Ardınca olur. Birinin ardınca. Bir-birinin ardınca olurmu? Baxın, la, si, do, re. Bu re'də bitdi uşaqlar. O bilsin hansı səsdən başlayacaq? Afərin Məcid, re'dən elə. Yəni üst-üstə düşdü, hə? Bax, bu 4 səslə, bax, la, si, do, re, bu re'də bitdi. Bu da re'dən başlayır. Üst-üstə düşdü uşaqlar, həmin səslər. Bu re'də bitir, bu da re'dən başlayır. Bax, ikinci tetraford bax, buradan başlayır. Bu, burada re'də bitdi, hə, bağladı. Bu isə buradan başlamayacaq, bax, bu re'dən başlayır. İndi re'dən yenə nə qurmalıyıq uşaqlar? Ton hara düşəcək? Re'dən ton. Niyə? Niyə? Məcid gəlsin, yazsın. Ay, sağ ol. Böyük yazmayaq, belə yazaq. Ki, maye seçilsin uşaqlar. Həm də tez-tez olsun. Görsəm nə qədər vaxt gedir ona. Ay, sağ ol. Bir dənə belə mayeli yazaq. Afərin, mi. Çox sağ ol. Əyləş. Hüseynəli gəlsin, yazsın. İndi nə əmələ gəlməlidir? Yarım ton. Ay, sağ ol. Gəl Hüseynəli. Gəl. Bax, bir tonumuzu qurduq. İndi midədən qurmalıyıq. Yarım ton. Buyur Hüseynəli. Midən hara düşəcək yarım tonumuz? Anasının da adını deyil. Miden. Aha. Bir ton düşecek. Bir ton yok. Yarım ton hara düşür? Klavyeye. Yok. Yukarı, aşağıya, yukarı. Bak klaviaturaya. Fa'ya. Fa'ya. Yaz fa'nı harda yazılır fa? Ay sağ ol yaz. Aha çok sağ ol. Əyləş. İndi nə qurmalıyıq? Məryəm gəl. Gəl Məryəm. Nə qurmalıyıq? Bir ton. Fa'dan bir ton hara düşəcək? Ay sağ ol. Harda yazılır sor? Əhsən. Ucundan tut. Hə, yazabilirsin. Hə. Çalışaq maili yazaq ki, çünki bunlara tirlər qoyanda uşaqlar qarışmasın da. O da düz xətdir, bu da düz xət. Nə tam belə çəkməyək, nə də tam belə çəkməyək. Yaxşı, birazca da maili belə çəkirik ki, not seçilsin. Hə uşaqlar, çox sağ ol bizim əyləş. Bu da oldu bizim neçənci tetrafordumuz? İkinci, 4 dənə səsi görürük. Aha. İndi keçirik 3-cü tetraforda. Gəlsin Osman. Osman nə qurmalıyıq? Nə qururuq? Ay sağ ol. Gəl. Soydan hara düşəcək? Bir tonumuz. Ay sağ ol. Afərin. Ton. Sonra yarım ton. Ton. Düzdür. Laya başqa maket götürək. Al. Aha. Çox sağ ol. Əyləş. Aha. Sonra kim gəlir uşaqlar? Gəl Məcid. Ladan nə götürməliyik Məcid? Yarım bir ton. Bir tonu qurduq. İndi növbə nə indi? Yarım ton. Yarım ton. Hara düşəcək? Hə, baxa bilərsən klaviaturaya.
düzü. Si bemol. Ay, sağ ol. Yaz görək necə yazılır si bemol. Tərsinə 1. Yo, elə çəkmirik. Bemolu necə çəkirdi? Yadından çıxıb. Tərsinə çəkdirdi. Necə çəkirdi? Hə? Bax, tərsinə 1 yazırıq uşaqlar. Baxın, bir dənə hamınız baxın bura. Bax, si harda yazılır? Si notu burada yazılır. Düzdür uşaqlar? 3-cü xəttin üzərində. Bax, bu tərsinə 1-i yazırıq, aşağısı iti. Yuxarısını da yumruluyuruq. Bax, bu hissə var ha. Onu elə çəkirik ki, bax, görürsünüz, ortasından keçirmi? 3-cü xət. Not sətrinin 3-cü xətti. Tam yarı böldü bemolu. Notu da. Düzdür, 3-cü xət. Yarısı yuxarıda qaldı, yarısı aşağıda. Bax, bu iti olur aşağı hissəsi. Tərsinə 1, burasını yumruluyoruz. Oldu nə? Si bemol. Təşəkkür edirəm. Əyləş. Gəlir kim? Gəl. Hüseyin. Yaxşı, gəlməm. Kim gəlmək istəyir? Gəl Osman. Gəl Hüseynə. Nə qururuq indi? Bir ton. Hansı notdan? Si'dən. Si bemoldan. Si bemoldan. Si bemoldan bir ton hara düşəcək? Klaviaturamıza baxırıq. Yox, do bemol yarım ton olur. Bax, si bemol, do bemol yarım tondur. Çal görüm, si bemol, do bemolu göstər. Aha, si bemol. Si bemol. Do bemol, ay sağ ol. Bu yarım ton da axı düzdür, ən yaxın qonşulardır. İndi elə götürək ki, arada bir dil qalsın. Ay sağ ol, adı nədir bunun? Hər iki qara dilin solundakı. Ay sağ ol, do. Yazaq indi do'nun ana ikinci aktavadır, düzdür? Afərin. Arada yazılır, 3-cü xətlə, 4-cü xətlərin arasında. Çox sağ ol, əyləş. Aydın oldu uşaqlar, baxın bu da sol notunda bitdi. İkinci toprak ordumuz. 3-cü hansı notda başladı uşaqlar? Elə solda başladı. Yenə ton, yarım ton, ton qurduq. Nə əmələ gəldi? Əmələ gəldi, şurladınız. Re mayəli şurladı. Əhsən, re mayəli şurladı. Mayəladın neçənci pilləsidir? 4 pilləsi. Afərin uşaqlar. İndi gəlin bu şurladının tam kadansını yazaq. Kadans nədir uşaqlar? Kadans sonluqdur. Hər bir əsərin özünə məxsus sonluğu olur. Hər bir film özünə məxsus bir şəkildə fərqli bitir. Düzdür uşaqlar? Biri xoşbəxtliklə bitir, biri faciə ilə bitir, biri yarımçıq qalır, sual işarəsi kimi. Rejissor deyir ki, davamını özünüz düşünün. Düzdür uşaqlar? Məsələn, elə bir əsər ola bilər ki, musiqi əsərlərinin içində də belədir. Tək muğamlarda da belə deyil. Misal üçün. Sanki bizdən xahiş edir ki, mənə həll et tonikaya, düzdür uşaqlar? Bu oldu, misal üçün, yumşaq qadans, plaqal qadans. Adlarını deməyəcəm, yuxarı siniflərdə keçəcək. Misal üçün, belə sonluq ola bilər. Sanki tələb edir, dominant, avtoritar, avtoritet, avtentik qadans, avtentik qadans. Yəni, tələb edir ki, məni nə et, həll edir. Sonluqlar fərqli olur, düzdür uşaqlar? Demək ki, musiqi əsərlərinin içində də sonluqlar var, muğamların içində də sonluqlar var. Hansı alətdə çalırsan Osman? Tarda. Ayaq verirsinizmi muğam çalanda, muğam ifa edirsən? Hələ birinci sinifsiz muğam keçmirsinizsən. Yuxarı siniflərdə keçdikcə görəcəksiniz ki, muğamlarda buna ayaq deyirlər. Ayaq harda olur sonda? Türk terminologiyasında kadansa quyruq deyirlər. Quyruq harda olur? Sonda. Yəni filmlərin sonu, musiqi əsərlərinin sonu, hər şeyin bir hekayənin, romanın, povestin sonu. Sonluq nə adlanır? Kadensiya. Gəlin indi biz hara gedirik gibi, hara qaydırıq uşaqlar? Tonikaya. Sən tonikaya, yəni burada da tonika nədir? Mayə. Mayə adlanır, düzdür? Bu bizim nəyimizdir? Tonika. Evimizdir. Biz məktəbə gedirik, işə gedirik, dərsə gedirik, parka gedirik, kinoteatra gedirik, musiqiyə gəlirik, gəzintiyə gedirik və axırda hara qaydırıq? Əhsən, tonikamıza, evimizə, mayəmizə, düzdür uşaqlar? Bax bu da, bax bu səs düzümü gedir, getdiyi kimi, olduğu kimi də qayıdır. Bax, doya çatdığı geri hansı səslərlə qayıdacaq?
Yazırıq ha not dəftərimizə. Do, si bemol, la, sol, fa, mi, re. Çatdıq mayəmizə, tonikamıza, evimizə çatdıq uşaqlar. Ay sağ ol. İndi bu evimizə qonaq gələndə nə edirik? Necə göstəririk evimizi? Deyirik, bax bu evimizin sağında məktəb var, evimizin solunda bağça var. Bu isə bizim evimizdir, düzdür? Sağını solunu göstəririk ki, azmasında tapa bilsin, düzdür uşaqlar? İndi gəlin biz də həmin mayənin ətrafında gəzişmə edək, tam kadans. Tam kadans odur ki, tamamlandı, evinə çatdı. Yəni sonluq deməkdir. Son, bəli, son, tam rahatlandı, gəldi, çatdı, evinin içindədir. İndi gəlin görək, şurladığında bu tam kadanslar necə olacaq? Bir dənə bunu saxlayım uşaqlar, dəftəri çəkməyə çox vaxt getməsin. İndi uşaqlar, baxaq. İndi fa, re-də tonikamız düzdür. Belə bir gəzişmə edirik. Fa, mi, re, mi, niyə? Fa, neçənci pilləsidir? Gəlin pillələri işarə edeyim ki, uşaqlar, sizlər tam aydın, fərqli səslərdən, fərqli mayələr. Məsələn, bu la mayəli, üzrlü bilən, re mayəli, la səsindən şurladıdır. Düzdür uşaqlar? La səsindən, yazaq bura. La səsindən. Bərabər də eyni şeydir. Re mayəli şurladı. Re mayəli şurladı, çal, oxu desələr də budur. La səsindən şurladı desələr də yenə eyni səs düzümüdür. Düzdür uşaqlar? İndi pillələri işarə edin ki, bax, birinci, ikinci, neçə pilləli latdıraq şu segah? 10 pilləsi var. İndi sayaq görə doğrudan mı elədir? 1, 2, 3, 4 mayə, 5, 6, 7, 8, 9, 10. Düzdürmü uşaqlar? İndi bu mayəni götürmək üçün bu mayəyə gələn o sağ tərəfdən hansılardır yolu göstərirəm. 6, 5, fa, mi, re, mi, re. 6, 5, baxın. 6, 5, 4, 5, 4. Gəldin mi mayəyə? 16'lıq dedirik bunu. Buradan da xanə xətti çəkir. Bax, 8'lik də edə bilərik uşaqlar. Fərqi yoxdur. 8'liklər də edə bilərik. Aha, hələ bir 8'likdir. Yuxarı səhvlərdir. Gələnin 16'lıqlarda keçəcək. İndi baxaq görək necə oldu bu. Bir dənə oxuyaq səs düzümünü. Re mayəli, şuxladını oxuyaq uşaqlar. La, la, si, do, re, mi, fa, sol, la, si, do. Axırıncı səsdə birazca dayanırıq ki, ladın tam işidə bilək. Və o ladın eşitməmizdə duyğu yaransın ki, bu nə deməkdir? Bir də uşaqlar, şurladı dinləyicilərdə bədii emosional təsir baxımından hansı duyğular oyadır, hansı hisslər oyadır, hansı əhval-ruhiyyə oyadır uşaqlar? Şən, dalğın, əhsən. Bəs fars dilindən tərcümədə şir nə deməkdir? Eşq, sevgi deməkdir. Afərin uşaqlar. Və bir də oxuyaq gəlin. Oxuyuruq axırıncı səsə çatanda uşaqlar. Bir anlıq dayanırıq ki, tam eşidə bilək ki, bu ladın rəngi nədir, ahəngi nədir, necə səsləndi. Yadımızda saxlayaq. Oxuyaq bir yerdə, hamımız bir yerdə. La, si, do,
bəzəsin bunu. Gözəllik qatsın, düzdür uşaqlar? Bir də oxuyaq. Fa, mi, mi, mol, re nədir? Mayədir. Bu ladın səciyyəvi xüsusiyyəti nədir? Və biz həm də bu kadansları niyə oxuyuruq ki, bəstəkarların əsərlərinin içində biz eşidəndə musiqilərin ladını tez təyin edə bilərik və ladını da necə təyin edirik? Məhz həmin o alterasiyalar var. Bu nədir? Bəmləşmə özünə adlanır uşaqlar. Alterasiya. Alterasiya nədir? Səsin dəyişməsidir. Düzdür, səsin dəyişməsi alterasiya adlanır. Yəni səsin yüksəlib alçalması, zilləşib bəmləşməsi nə adlanır? Alterasiya. Bu da bemol nədir? Alterasiya işarəsidir. Neçənci pillə bəmləşib? 5-ci pillə bəmləşib burada. Rəng qatı buna. Daha da gözəlləşdirir. Baxın, belə qəşəngdir. Yoxsa daha qəşəngdir. Mi bemolla düzdür? Si, do, re, mi bemol, re. Yazaq onu da. Yazaq uşaqlar. Qayıt. Si, do, re, mi bemol, re. Elə bunu da 8-liklərlə yazaq. Çünki hələ 1-ci sinifik. Bu da 4-cü pillə mayə üzərində dayandı. Bəs deyin görün bu si neçənci pilləsidir uşaqlar? Si neçənci pillədir? 2. 2. Siz deyin mən yazın. 2. Do neçədir? 3. 4. 5. 5 bəmləşmiş amma düzdür uşaqlar? 5 bəmləşmiş və 4. Yenə 4-ün üstünə gəldik. Yenə mayəni təsdiq etdik. Yenə mayənin ətrafı. Əvvəl yuxarıdan göstərdik famiri mayəni. Sonra aşağıdan göstərdik ki, bax evimizin yeri budur. Qalxarım. Çox sağ. Aydın uşaqlar. Aha, demək. Ve yazaq burada. Sol. Sol. Bunu da yarım yazaq ki 4 ilə 4 ölçüsünə uyğun olsun. Re, do, si, do, do, si, do. Yaxşı, bunu çərək yazaq. Re, olsun bu cür. Hə, 4-də 4 ölçümüzə uyğun olsun. Demək, bu nə oldu uşaqlar? 4-cü pillə. Bu nə oldu? 4-cü pillə mayə ətrafında. Gördük ki, tapa bilmir. Fa, mi, re. Bax, 6, 5, 4 gəldi üstünə. Sonra neynədir? O bir tərəfdən də evin yolunu göstərdi. Sol tərəfdən də 2, 3, 4'ü göstərdi. 2, 3, 4 görürsünüz. Sonra nə etdi? Biraz da uzağı götürdü. Sol neçənci pillədir uşaqlar? Baxın. Neçədir? Sol. Neçədir? 7. Ay sağ ol. 7'ye sıçrayış verdi. Biraz uzağı. Buradan da buranı göstərdi. Buradan da gələn qonağı var idi. 7-ci mikrorayon deyildi. Oradan da yolu göstərdi. Bura qədər, mayəyə qədər. Və sonra da do, si, do, re. Yenə də yaxın qonşulara nə etdi? 3, 2, 3, 4. Mayəni göstərdi, təsdiq etdi. Aydın uşaqlar, nə alındı? Si, do, re, mi, fa, sol, si, la, sol, fa, mi, re. Si, do, re, mi, re, fa, mi, re, mi, re. Si, do, re, mi, re, sol, re, do, si, do, re. La, si, do, re, mi, re, fa, mi, re, mi, re, sol, re, do, si, do, re. Və belə bir ixtisarlı yazı işarəsi qoyuram. Yəni, bir yarımın içinə uşaqlar neçədən aldı? 2 tillə 16'lıq yazılır. Bir tillə 8'lik yazılır. Neçə 8'lik yerləşər bir yarıma sizcə? 2. Bir yarıma necə 8'lik? Bir yarımın içinə neçədən çərək yerləşir? 4. Neçə çərək yerləşir? Çərək. 2 çərək. Əhsən. 8. Aferin. 4 dənə 8'lik. Yəni o qısa ixtisarlı yazı forması əslində yuxarı siniflərdə keçəcək. Ən axırıncı sinifdə. Amma abreviatura adlanır. Sadəcə spiral
muzika ilə indidən sizə hazırlayıram, ora çatanda bişmiş olsun da beyninizdə, düzdürmü? Ona görə bax, belə bir maili xətt. 8-liklər neçədən altında birləşdirilir uşaqlar? 1 xəttlə. 16-lıq 2 xəttlə, 2 bayrağı var. Düzdür? 8-liyin neçə bayrağı var? 1. 16-lıqda 2. Əgər bir xətt çəkmişəmsə, bu o deməkdir ki, yarımın içinə, həmin ya bütöv olsa, bütövün içinə, ya 8-liyin içinə neçə dənə o xətt, bu xətt nədir? 8-liyi göstərir. Hə, yarımın içinə neçə dənə 8-lik yerləşirsə, o qədər vurmalıyıq. Burada neçə dəfə vurmalıyıq? Mən 4 dənə misal üçün r belə yazıb, bir dam altında birləşdirib 4 8-lik əvəzinə. Bunu yazmaq asandır, yoxsa bunu uşaqlar? Bunu. Oxuyanda bunu oxumaq asandır, yoxsa bunu? Bunu. Qiraəti, üzdən oxunuşu asanlaşdırmaqdan ötürüdür. İxtisarlı yazı formaları. Aydın oldu uşaqlar? Bax, bu da belə. Və bu da oldu bizim şurladığımız tam kadansı ilə bərabər. Aydındır. İndi gəlin fərqli mayelərdən do, re'dən var, mi, fa, sol, si və s. fərqli mayelərdən not dəftərlərimizi açıq şurladıq, tez quraq.